İkinci Dünya Müharibəsinin bitməsindən az sonra Prezident Harry Truman administrasiyası Danimarkaya 2,1 milyon kvadrat kilometrlik Arktika adasını Amerikaya təhvil vermək üçün 100 milyon dollar dəyərində qızıl təklif edib. Danimarka hakimiyyəti bundan imtina edib. Lakin 1951-ci ildə ABŞ hakimiyyəti ilə müdafiə müqaviləsi bağlayıblar. Buna görə Qreylandiyada Amerikanın Pitufik kosmik bazası tikilib. İlkin Nəcəf yazır ki, qitələrarası ballistik raketləri izləmək üçün sistemlə təchiz edilmiş baza hələ də fəaliyyət göstərir. O, Amerika ordusunun ən şimaldakı forpostudur. Lakin aparılan tədqiqatlar ABŞ-ın bu adada digər işləri gördüyünü ortaya çıxarıb. Dünyanın ən böyük adası olan Qreylandiyada yer təkinin öyrənilməsi gözlənilməz kəşfə səbəb olub. Yeni alətlər buzun altında soyuq müharibədən qalma Amerika hərbi bazasının qalıqlarını aşkarlayıb. Əslində bu nüvə silahlarının yerləşdirilməsinin planlaşdırıldığı tunellər şəbəkəsi olan kiçik bir gizli şəhərdir. Layihə 1960-cı illərin sonlarında dayandırılıb. NASA'nın təyyarəsi Qreylandiyanın şimalı üzərində uçaraq ərazinin radar skanını aparıb. Bu üsul alimlərə Arktikada və Antarktidada buzun qalınlığını müəyyən etməyə kömək edir. Mütəxəssislər ortaya çıxan görüntüləri araşdırdıqda məlum olub ki, buzların altında soyuq müharibə dövründə fəaliyyət göstərən şəhər olub. Əsrin düşərgəsi adlanan bu hərbi baza Amerikalılar tərəfindən 1959-cu ildə Qreylandiya buzlarının səthi altında tunel açaraq tikilib. Baza 1967-ci ildə tərk edilib və o vaxtdan bəri qar və buzla örtülüb. Onun strukturları indi buz təbəqəsinin altında 30 metrdən çox məsafədə gizlənib. NASA alimləri buzun altına girərək daha ətraflı şəkil çəkə bilən yeni müasir cihazdan da istifadə ediblər. Əsrin düşərgəsi soyuq müharibənin qızğın vaxtlarında tikilib. Amerikalılar onunla möhtəşəm buz soxulcanın layihəsinə başlamaq niyyətində olublar. Layihə əsasən ABŞ Qreylandiyada ümumi uzunluğu 3-4 min kilometr olan tunel sistemi qurmağı planlaşdırıb və orada Sovet İttifaqına qarşı yönəlmiş 600 qitələr arası nüvə raketi yerləşdirmək istəyib. Raketlərin yerlərini daim dəyişmək üçün infrastruktur da nəzərdə tutulub. Plana əsasən raketlərin yerini müəyyən edilməsinin qarşısını almaq üçün tunellərdə dəmir yolu salınıb. Bazanın tikintisinə 1959-cu ilin yayında başlanıb. Tunel avadanlığı kimi qar təmizləyən İsveçrə maşınlarından istifadə olunub. Onlar Qreylandiya buzulağında tunellər deyil, 9-10 metr dərinlikdə xəndəklər qazıblar. Tunelin yuxarıları isə dəmir tağlarla örtülüb. 1960-cı ilin oktyabrında düşərgənin tikintisi başa çatıb. Ümumilikdə Amerikalılar hər bir 3 kilometr uzunluğunda 21 tunel tikiblər. Gizli bazada zəruri texniki vasitələrdən əlavə mağaza, teatr, kitabxana, çamaşırxana, bərbər və hətta kilsə fəaliyyət göstərib. Buzaltı şəhərin ürəyi PM2A nüvə qurğusu ilə təchiz edilmiş reaktor zalı olub. Baza yaxşı düşünülsə də ABŞ komandanlığı əsas şeyi gözdən qaçırıb. Qreylandiya buzulağına. Müəyyən bir məqamda məlum olub ki, qar və buz kütlələri yerində dayanmayıb. Onlar daim hərəkət edib və bu proses planlaşdırma mərhələsində gözləniləndən daha intensiv olub. Tikinti başa çatdıqdan bir neçə il sonra infrastruktur korlanmağa başlayıb. Tunellərin ətrafındakı dayaqlar gücləndirilməli olsa da, bazanın saxlanması xərcləri artıb və sonda layihənin bağlanması barədə qərar qəbul edilib. Amerikalılar heç vaxt raketləri bazaya gətirə bilməyiblər. Bununla belə buzlaqların dərinliklərində 178 ton radioaktiv su, 200 min litrə yaxın dizel yanacağı və 24 milyon litr tullantı suyu qoyublar. Rəsmilər onların hamısının Qreylandiyanın buz təbəqəsi altında əbədi olaraq basdırılacağını düşünüblər. Ancaq təbiət başqa cür qərar verib. Layihə artıq məxfilikdən çıxarıldıqdan sonra elm adamları belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi səbəbindən düşərgədə qalan bütün çirkləndiricilərin 21-ci əsrin sonunda əriyən buzulaqlara qarışma ehtimalı yüksəkdir. Ağ Evin müdaxiləsindən sonra növbəti qiymətləndirmə daha yumşaq olub. Onu həyata keçirən tədqiqatçılar riskin şişirdildiyini və çirklənmənin yaxınlıqdakı ekosistemlərə çatmayacağını söyləyib. Bunun doğru olub-olmaması bəlli deyil. Amerika hakimiyyəti hələ də Danimarka ilə bu tullantıları kimin təmizləməsi barədə razılığa gələ bilməyiblər. Hər iki tərəf bunun üçün vəsait ayırmaqdan imtina edib. Bilinən odur ki, siyasi bəyanatların fonunda ekoloji problemləri kənara qoyan tərəflərin davası hazırda torpağa görünməyən buz üstündədir.